Media mərkəzində keçirilən mətbuat konfransında demokratiyanın və milli dəyərlərin təbliği İctimai Birliyinin sədri Əli Cəfərov şagirdlərin nitq hazırlığı və natiqlik qabiliyyətlərinin inkişafına dəstək adlı layihənin yekunları barədə danışıb. Onun sözlərinə görə 4 ay müddətinə nəzərdə tutulmuş layihənin dəyəri 5000 manatdır və prezident yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının proqramı çərçivəsində 317 saylı orta məktəbdə həyata keçirilib. Ümumilikdə 12 təlim aparılıb. Məqsəd şagirdlərdə nitq mədəniyyətini, akademik, siyasi və bədii çıxışlar etmək bacarığını inkişaf etdirməkdir. Biz şagirdlərə auditoriyanı, onun intellektual potensialını və yaşını qiymətləndirməyi, auditoriya ilə ümumi dil tapmaq bacarığını öyrətdik. Jest və mimika auditoriya ilə davranış qaydaları haqda danışdıq. Əli Cəfərov bildirib. Sonda şagirdlərə həvəsləndirici diplomlar verilib. Onların arasında sorğu və qiymətləndirmə testi aparılıb.